Fəsil 20. Bir dişləm dodaq, bir anlıq baxış, bir ovuc sığal, bir ölümlük qucaq üçün indi həsrət çəkir zavallı sevgi qatilləri. Şair Əhmədin Neftçidə efirə getməyən sonuncu nitqindən. Oxtekin şairi taksi ilə evə yola salıb, Günayla görüşəcəkləri yerə gəlmişdi. Facebookda ismarıc yazıb ünvanı izah elədi. Memar Əcəmi metrosunun yaxınlığında köhnə bir mənzil idi. Keçən il bura bir neçə dəfə gəlib getmişdi. Tikintidə gözətçi işləyəndə iş yoldaşlarından birinin nişan verdiyi bu evin açarı da daimi müştərilər üçün bəlli bir yerdə, mənzilin girişində, işıq sayğacının qutusunda olurdu. Kirayə haqqı isə evdəki gizli kassaya, köhnə soyuducunun buzxanasına qoyulurdu. Oxtekin yaxşı bilirdi ki, ev sahibəsi 2 gündən bir günortaya yaxın gəlib kassada yığılan pulları aparır. Bu saatlarda evdə adətən heç kəs olmurdu. İş dalınca gələnlər gecikсəydilər belə səhər saatlarında buradan xoş-naxoş təəssüratlarla ayrılar və beləcə nə müştərilər ev sahibəsini, nə də o öz qonaqlarını tanımırdı. Burada hər şey həm qəribə, həm də çox qəliz idi. Evin yazılmamış qanunları vardı. Qaydalara görə mənzili yığışdırmamış tərk etmək ən alçaq iş hesab olunurdu. Belə müştərilər növbəti dəfə üçün başqa yer axtarmalı olurdular. Əldən düşmüş 2 nəfərlik taxtın tən ortasında arxası üstə uzanıb siqaret tüstülədən Oxtekin qapı taqqıldayanda bir anlıq səksəndi. İçində qorxunc həyəcan vardı. Hamamdan savayı bütün mənzildəki işıqları söndürmüşdü. Dalğın halda dəhlizə keçib girişi işıqlandırdı. Gözlükdən baxmadan qapını açdı. Günay idi. Bu bəstə boylu, qaraşın qız istinasız həmişəkindən daha gözəl görünürdü. Oxtekin bunu elə ilk saniyələrdə hiss elədi. Qısa, yüngül gödək səsi əynindəki qara ətəklə demək olar ki, ağız-ağıza gələrdi. Eyni rəng ahəngi tünd qara kalkotkanın müşayiəti ilə idman tərzində olan göyümtül ayaqqabıya qədər davam edirdi. Oxtekin heç nə dinib danışmadan qızı özünə tərəf çəkdi. Açığı elə bir qüvvə də sərf eləmədi. Günay onu qamarlayıb özünə sıxmışdı. 3-4 saniyənin içində sanki bir-birinə bitişmişdilər. Belə vəziyyətdə Günayın balaca bədəni ilə müqayisədə Sovet aerodromunu xatırladan iri döşləri Oxtekinin köksündə sanki əriyib yox olmuşdu. Qeyd olunan bu tipik situasiya 5-6 dəqiqə davam edib qansız qadasız sona yetdi. Əslində bu hərəkətlərdə qeyri-adi heç nə yoxdur. Normal ayaqüstü sevişmə səhnəsi idi. Amma bu da mümkündür ki, güclü fantaziyalı oxucuların başqa nəsə uydurma əlavələri olsun. Məsələn, Günay vaxt itirmədən onun köynəyini cırıq-cırıq edib əynindən çıxarır. Sol qolundakı yanıq ləkəsi yarıqaranlıq otaqda həmişəkindən fərqli olaraq daha çox bilərəkdən cızılmış naxşa bənzəyirdi. Oxtekin bir anlıq sağ-solu qarışıq saldığını da düşündü. Amma yox, nədənsə Günayın sağ qolundakı düymə diqqətini indi çəkmişdi. Təsvir olunan qeyri-müəyyən məxluq daha çox əjdahaya bənzəyirdi. Dəst eləmisən deyəsən, barmaqlarını əvvəlki köhnə yanıq ləkəsinin, sonra isə digər qolundakı düymənin üstündə nəvazişlə gəzdirdi. Aha, belə daha yaxşıdır. Qız üzünü görünməz vəziyyətə gətirən dalğalı saçlarını məqsədsiz şəkildə alnından arxaya atdı. Onsuz da üzü doğru dürüst görünmürdü. Oxtekinin isə diqqəti başqa yerdə idi. Bu bəs eləmirdi? Yoxsa rəsm sərgisi açacaqsan? Sinəsinin yuxarısındakı düyməni işarə elədi. Bəyənmədin? Yersiz sual verdiyini özü də hiss edib Oxtekinin gözlərini seçməyə çalışdı. Sənə bugün nə olub? Günay cavabsız sualından sonra onun üzünü ovucularının arasına alıb başını dikəltməyə çalışdı. Qucaqlaşdılar. Bayaq Oxtekinin keçirdiyi qorxunc həyəcan hissləri indi Günaya daha sirayət eləmişdi. Ehtiraz həyəcanı deyildi. Bu Oxtekinin səbəbini bildiyi, Günayın isə öyrənməyə çalışdığı dəhşətli bir hiss idi. Bugün artıq 6-cı dəfə idi ki, eyni yatağı paylaşıb, sonrasa bir-birlərinin dadını çıxardıb həzz alırdılar. Amma yaşı 30-u yenicə adlamış qadın belə vəziyyəti ilk dəfə idi ki, yaşayırdı. Oxtekin susurdu. Əlləri sanki Günayın çiyinlərində ilişib qalmışdı. Ani hərəkətlə onu özünə tərəf çəkdi.
Kürəyindən çiyinlərinə, sonrasa boğazına qədər dönə-dönə öpməyə başladı. Dodaqlarını əmməyə başlayanda Günayın içinə qəribə hüzur çökdü. Canına vəlvələ salan qorxu hissi bircə saniyədə silinmişdi. Toxtadı. İndilərdə Oxtəkinin getdikcə daha da aramsız baş verən dodaq marçıltıları balıq kimi parlaq bədəninə sığal çəkdikcə xoşallanırdı. Özünü beyninin ənginliklərində həzin melodiya dinləyirmiş kimi hiss edirdi. Az əvvəl ürəyindəki həyəcan yox olub, sevişmək həvəsi ilə çırpınırdı. 2-3 dəqiqə davam edən ahəngi Oxtəkinin yenidən süstləşməsi pozdu. O, daxilindəki şeytani hisslərlə mübarizə aparırdı. Bundan nə indi çılpaq halda qabağında diz çökən Günay, nə də başqa kimsə xəbər tuta bilərdi. Özünü tanıya bilmirdi. Gecələr yoxsunda eşitdiyi qorxunc küy bu dəfə qulaqlarının içində sanki təbil pərdəsinin lap dibində getdikcə daha çox təkrarlanırdı. Ona yad olan müəmma dolu qorxu bu səsin qulağının pərdələrini deşib gizgahının dağıdacağını düşünməyi diktə edirdi. Həmin dəhşətli səsi indi lap qulağının dibində eşidirdi. Bəsdir, Qafar, yazıqdır, yazıqdır. Bəsdir, yazıqdır. Beynində sanki qısa qapanma baş vermişdi. Səs bir anlıq kəsildi. Bir az əvvəl danışan adamın əlinin hənirtisini gözlənilmədən ayaqlarında, daha sonra bədənində hiss elədi. Günayın saçından tutub qarşısında dikəltməyi ilə ağzını qapaması bir oldu. Qeyri-ixtiyarı əli taxtın altında qoyduğu bıçağa getdi və göz qırpımında onu qızın sol tərəfinə sapladı. Bu dəfə qurbanının can verməsini sona qədər izləyə bilmədi. Üzünü yana döndərib siqaret yandırdı. Gərgin idi. İndicə lap yaxında eşidilən gülüş səsi isti qurğuşun kimi beyninə süzülməyə başladı. Səs aramla uzaqlaşırdı. Oxtəkinə elə gəldi ki, Günay hələ ölməyib. Əslində isə çəlimsiz qadının balıq kimi parlaq bədənini hələ onun siqaretinə köz düşəndə avazmışdı. İndi sol döşünün üstünə kiplənmiş bıçağın kölgəsi sinəsinin yuxarısındakı əjdaha düyməsini öz qaranlığında ilim-ilim itirmişdi.